Добрый день, дорогие друзья! Как ваши дела? Надеюсь, у вас все хорошо, все idет своим чередом. Əziz dostlar, Ramazan bayramınız mübarək olsun. Tutduğunuz oruçlar qəbul olunsun. Etdiyiniz xeyirli, uğurlu, ən gözəl arzular, ən gözəl dualarınız həyata keçsin inşallah. İlimiz daha bol sülh dolu, daha sevinç dolu, daha uğurlu, bolluk, bərəkət dolu olsun. Nənəm demişkən, daha urvatlı olsun həyatınız. На сегодняшнем уроке мы с вами поговорим о разных, то есть об одних глаголах, но с разными значениями. Yəni eyni kökdən yaranan, amma müxtəlif mənaları verən feillər haqqında danışacağıq. Давайте начнем. Qlaqol отключить. Əslində onu deyim ki, rus dilində ключить deyə belə bir feil yoxdur. Yəni ayrıca ключить deyə məna bildirən heç bir feil yoxdur. Lakin önünə söz önü artırmaqla ключить, kökü ключить olan bəzi feillərimiz vardır. Amma önü söz önlü və fərqli mənalarda istifadə olunan. Давайте посмотрим эти глаголы. Отключить və отключать. В настоящее время этого глагола отключать. İndiki zamanımız feilimizin отключать variantıdır. Qlaqol nesəvəşşənli вида, davam edici tərzidə təbii ki, normal olaraq düzənli feil kimi indiki zamanda hallanır. Отключаю, отключаешь, отключает. Beləcə gedir. Отключить feilimiz keçmiş bitkin, совершенный вид, отключил və gələcək, отключу. Feilimizin mənası söndürmək, tam söndürmək və kəsmək. Amma bu hərəkət bizim söndürməmizə aid deyil. Bu ümumi olaraq, genel olaraq söndürülməsi haqqında danışılır bir şeyin. Məsələn, вчера по всей улице отключили свет. Dünənlər bütün küçə boyu işığı söndürmüşlər. Yəni biz deyil də hardansa yuxarıdan idarədən söndürülmüş mənasına gətirilir. Yəni bütün küçədə bu bizdən yüksəkdə olan bir gücün, qüvvətin bu işi gördüyünü göstərir. С приходом лета у нас часто отключают воду. Yayın gəlişi ilə bərabər bizdə tez-tez sular kəsilir. Yəni yenə də biz etmirik bunu. Yəni bizdən yuxarıda olan hansısa bir idarənin və yaxud genel olaraq ümumi bir idarənin etdiyi bir hərəkətdir. Отключить. Yəni günlük olaraq biz özümüzə aid deyil də ümumi olaraq idarədən, baş ofislərdən kəsilmiş suyun, qazın, işığın kəsilməsi haqqında istifadə edə bilərik bu feilimizi. Следующий глагол insanın özünə aid olan включить və выключить feillərimizdir. Включить feilimiz qlaqol совершенного вида, включать onun nesəvəşşənli vidi, yəni indiki zaman tərzi. Feilimizin mənası yandırmaq, işə salmaq, daha çox elektrikli əşyaları, elektriklə çalışan əşyaları. Выключить və выключать. Выключать feilimizin nesəvəşşənli vidi, yəni indiki zaman variantıdır. Bu da söndürmək, elektrikdən ayırmaq, tokdan çıxartmaq belə desək, bu mənanı verir. Bu təbii ki, bu iki feilimiz bizim özümüzə aiddir. Bu hərəkəti biz edirik. Həm yandırırıq, həm söndürürük. Уже стемнело, включи, пожалуйста, свет. Zəhmət olmasa işığı yandır, çünki artıq hava qaralmışdır. Когда выходишь из квартиры, выключай все электрические приборы. Evdən, mənzildən çıxan zaman zəhmət olmasa bütün elektrik əşyalarını, cihazlarını tokdan ayır, yəni söndür mənasında istifadə edə bilərik. Eyni kökdən yaranan у нас глагол переключить или же переключать. Feilimizin mənası çevirmək, kanalı dəyişdirmək və yaxud nəyinsə istiqamətini dəyişdirmək mənasında istifadə oluna bilər. Допустим. Опять же, глагол переключать, onun nesəvəşşənli vidi, yəni indiki zaman variantında hallananı, переключить совершенный вид, bir keçmişdə, keçmiş bitkin olaraq переключил, bir də gələcəkdə переключу kimi istifadə edə bilərik. Переключи kanal na Space TV. Zəhmət olmasa kanalı Space TV-yə keçir, yəni çevir mənasında. Переключи язык клавиатуры на русский. Klaviaturanın dilini Rus dilinə çevir. Gördüyümüz gibi bu mənada istifadə olunur. Или же он переключил все свое внимание на работу. Gördüyümüz gibi, yəni bütün diqqətini işinə yönəltdi. Yəni istiqamətini dəyişdi, başqa şeylər haqqında deyil, sırf işi haqqında düşündü və işinə yönəltdi diqqətini.
Следующий глагол у нас глагол заключить или же заключать. Zaключать qlaqol nesəvərşənli вида, davam edici tərs fe'ilimizdir. Zaключить onun səvərşənli bitkin tərsidir. Təbii ki, fe'ilimizin mənası bağlamaq, sonlandırmaq anlamını verir. Nə bağlamaq olar bu feillə? Müqavilə bağlaya bilərsiniz. Nigah bağlaya bilərsiniz. Və yaxud da bitirə bilərsiniz mənasında. Partnyoru zaключили kontrakt na длительный срок. Uzun müddət, yəni danışıqlar apardı və sonunda uzun müddətli müqavilə imzaladılar anlamını verir. Мои друзья недавно заключили брак. Mənim dostlarım bu yaxınlarda nigah bağladılar, yəni nigaha girdilər anlamında istifadə olunur. Gördüyümüz kimi ключить feilindən yaranan, əslində dediyimiz kimi Rus dilində ayrıca ключить mənasını verən heç bir feil yoxdur. Amma bir çox feillərin kökü olaraq önünə söz önü artırılaraq, pristavka artırılaraq fərqli mənalarda istifadə edə biləcəyimiz bir feildir. Посмотрим дальше. Gəlin sıradakı feillərə baxaq. Üzrü sayın. Mən burada şeyə baxacağam. Yəni müddətin keçməsinə baxacağam ona görə. Ждать, подождать feilimiz. Təbii ki, feilimiz gözləmək deməkdir, bilirik. Подождать feilimizin совершенный вид, bitkin tərs feilidir. Normal olaraq günlük həyatda nəyisə və yaxud kimisə gözləmək mənasında istifadə olunan bir feildir. Я жду свой автобус. Öz avtobusumu gözləyirəm. İli подожди меня у двери. Məni qapının ağzında gözlə mənasında. Ждать feilimizdən yaranan переждать feilimiz var. Переждать feilimizin də несовершенный vidi, yəni indiki zaman variantı ждать feilidir yenə də. Nəyinsə bitməsini gözləmək. Artıq burada insandan yox, sırf əşyadan və yaxud da cansız olan bir şeydən söhbət gedilir. Например, вы можете тут переждать дождь. Siz burada yağışın bitməsini gözləyə bilərsiniz. Nəyinsə bitməsindən gedir söhbət. Или я терпеливо переждал их спор. Mən səbirlə onların mübahisəsinin nə zaman bitəcəyini gözlədim. Gördüyümüz kimi переждать feilimiz. İndiki zamanda işlətsəz, təbii ki, ждать variantında işləyəcəksiniz. Məsələn, mən deyə bilərəm ki, Вы можете ждать здесь, когда закончится дождь. Siz burada gözləyə bilərsiniz, nə zaman yağış bitəcək. Təbii ki, ждать feilimiz nəyinsə bitməsini gözləmək demək deyil, sadəcə gözləmək mənasını verdiyi üçün artıq cümləmizin quruluşunu dəyişmiş oluruq. Вы можете, или вы ждите здесь, когда закончится дождь deyə bilərik. Amma переждать sırf nəyinsə bitməsini gözləmək deməkdir. Və eyni kökdən yaranan bizim дождаться feilimiz var. Dajdatsa feilimizin mənası səbirsizliklə gözləmək və arzusuna çatmaq. Yəni gördüyümüz kimi bir feildə iki tərəfli bir hərəkət var. Həm səbirsizliklə gözləyirsiniz və sonunda nəticədə arzunuza çatırsınız mənasını verir feilimiz. Ребенок долго ждал отца с фронта и дождался. Uşaq uzun müddət atasını cəbhədən gözlədi və nəhayət arzusuna çatdı. Yəni дождаться feilinin mənası bunu bildirir. Наконец наш народ дождался победы. Nəhayət bizim xalqımız qələbəni gözlədi. Yəni qələbəni gözləmək arzusuna çatdı. Bunu yaşamaq arzusuna çatdı anlamını verir gördüyümüz kimi feillərimiz. Birinci hissəmiz haqqında bu qədər. Növbəti hissəmizi izləməyi unutmayın. Növbəti hissəmizdə də biz yenə bəzi feillər haqqında danışacağıq. Həmçinin mətnlərimiz də olacaq. Берегите себя. До свидания. Увидимся во второй части.